Dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Elmədin Tağıyevin 5-9 kitabından funksiya və qrafiklər bölməsinə aid sualların izahına baxaq. Birinci ifadədə deyir ki, aşağıdakı funksiyalardan hansı xətti funksiyadır? Ümumiyyətlə, xətti funksiyanı yadımıza salaq. Y bərabərdir kx plus b. Kx plus b şəklində verilən ifadəyə biz nə deyirik? Xətti funksiya deyirik. Düzdürmü? Və bizə lazımdır buradan xətti funksiyalar. Birinci, y bərabərdir 0,2x minus 4. Aha, k varmı? Var. B varmı? Var. Deməli, birincini götürürük. Sonra ikinci eyni ilə götürürük. Üçüncü, bəli, götürürük. Çünki y bərabərdir x böl 3 plus 6. Bu elə y bərabərdir 3də 1 x plus 6 deməkdir da. Düzdürmü? Sonra baxırıq dördüncüyə. Dördüncüdə x kvadrat, bu artıq xətti funksiya deyil. Sonra beşinci, bəli, xəttidir. Altıncı, bəli, xətti funksiyadır. Çünki y bərabərdir 2x minus 3. Məxrəcdə 5. Deməli, biz bunu elə y bərabərdir 5-də 2x minus 5-də 3 şəklində yaza bilirik. Və götürdük. Sonra 7 kök atlıdır. Bu xətti funksiya deyil. 8 xətti funksiya deyil. 9, bəli, xətti funksiyadır. Deməli, sonra 10 xətti funksiyadır. 11 xətti funksiyadır. 12 xətti funksiya deyil. Sonra 13 xətti funksiyadır. 14 xətti funksiya deyil. Sonra uşaqlar ikinci suala baxırıq. Bizə deyir ki, verilmiş funksiyalarda k və b əmsallarını deyir tapın. Yenə xətti funksiyanı yazırıq. Kx plus b. Bizə x-in əmsalı lazımdır, bir də b lazımdır. Düzdürmü? Burada birincidə k nədir? Birincidə k nəyə bərabərdir? Birincidə k olacaq 1, b olacaq -5. İkincidə k olacaq -1, b olacaq -6. Üçüncüdə k-nın yerində nə dayanıb? Üçüncüdə k -7,3'dür. B isə -8'dir. K həm də düz xəttin bucaq əmsalıdır burada. X-in əmsalı k-dır. Sonra dördüncüdə bu tiplərə biraz diqqət etmək lazımdır uşaqlar. 13x minus 6. Məxrəcdə 5. Bunları ayrı-ayrı yaza bilərik. Ayrı-ayrı kəsirlərdə yazmaq olar. 6, 5. Çünki nə demişik? Deməli, kəsirlərdə nə demişik? Məxrəclər bərabərdirsə, olduğu kimi qalırdı. Sürətlərdə də çıxmadırsa, çıxırdıq. Düzdürmü? Eyni qayda, eyni şeydir, görürsünüz. Və buradan biz x-in də əmsalını tapa bilirik. Yəni, y bərabər olur 5-də 13x minus 5-də 6. Artıq bu bizdə k-dır, bu bizdə b-dir. Sonra həmçinin 5-də də eyni qaydadır. Yəni, y bərabərdir 9 çıx 7x böl 2, düzdürmü? Biraz belə də yaza bilərik, fərq etməz. Burada da hər birini ayrı-ayrı kəsirdə yazsam. Hə, y bərabərdir 4,5 çıx 3,5x. Buna diqqət etmək lazımdır. Artıq burada y bərabərdir -3,5x plus 4,5 deməkdir da bu. Bizdə b budur, k budur. Aha, 6-cı sualda y bərabərdir 6 çıxılsın 3,2x və burada y bərabərdir -3,2x plus 6. Yenə bizdə b 6'dır. K -3,2'dir. Sonra 3'də xətti funksiyanın deyir qrafikini qurun.
Deməli, birinci y bərabərdir 4x minus 3. Ümumiyyətcə, xətti funksiyanın qrafikini qurarkən nə edəcəyik? Baxın, ilk öncə x-a 0 verib y-i tapırıq. Y-ə 0 deyib x-i tapırıq. Bu tapdıqlarımızı koordinat oxunda qeyd edib qrafikə qururuq. İndi diqqət etsəniz, mən y-ə 0 desəm, funksiyanın nə vəziyyət olacaq? 0 bərabərdir 4x minus 3. 3 atıram sola, düzdürmü? 3 bərabər olur 4x-a. Yəni buradan 4x 3 imiş. X nəyə bərabər imiş? 4-də 3-ə. X məlumdur artıq. Yəni y-ə 0 dedim, x-i tapdım 4-də 3. Bəs y-i necə tapırıq? Y-i tapmaq üçün x-a 0 deyirəm. Buradan x-a 0 desəm, y nəyə bərabər olacaq? 4 vur 0 çıx 3. Y bərabər olacaq 4 vur 0 getdi 0-a. -3. Deməli, bizim nöqtəmiz y bərabərdir -3. Bizə lazım olan qrafiki qurmaq üçün lazım olan nöqtələr hansı oldu? X-ım, x, y cütüm, yəni 4-də 3 və -3. Artıq bunun qrafikini asanlıqla qura bilərik. X, deməli, x, y ordinat absis. Bu belə 4-də 3. 0-dan %75 edir da, düzdürmü? Təqribi, deməli, x-in qiyməti bura. Təxmini qoyaq bura. Bura olsun 4-də 3 və -3. Y oxun görürsünüzmü? Mənfi hissə aşağıdır, müsbət hissə yuxarı. Həmçinin x-də da demək ehtiyac yox da. X oxunda da sağ müsbət, sol mənfi. İndi burada y-də -3. Deməli, bizim qrafikimiz baxın bu formadadır. Baxın, belə. Bu nöqtədə və bu nöqtədə. Artıq biz birincinin grafikini qurduq. Sonra eyni qayda ilə ikincini tapaq. İkinci funksiyanın qrafiki y bərabərdir -2x plus 3. Deməli, yerini dəyişik yazdım. Y bərabərdir -2 plus 3x. Biraz sadələşdirmə aparaq. Yəni y bərabərdir kx plus 5 şəklində biraz salaq da bunu. Düzdür? Y bərabərdir müsbət 3x çıx 2 yazaq. Hə, artıq biz bunun qrafikini qururuq. Y-ə 0 deyirəm, x-i tapıram. X-a 0 deyirəm, y-i tapıram. Y-ə 0 desəm, 0 bərabərdir 3x minus 2. 2 bərabərdir 3x. X bərabərdir 3-də 2. Və x-a 0 deyirəm bu dəfə. Y bərabərdir 3 vur 0 çıx 2. Y-də -2. Deməli, bizim nöqtələrimiz oldu. 3-də 2, -2. Yəni, baxsanız, x, y. Y-i -2. X-i da 3-də 2. 3-də 2. Yenə bizim qrafikimiz olacaq, baxın, bu formada. Sonra üçüncü suala baxırıq. 3-də y bərabərdir 0,2x plus 4. Yenə nə edirik? Y-ə 0 deyirəm, x-i tapıram. X-a 0 deyirəm, y-i tapıram. Y-ə 0 desəm, 0 bərabərdir 0,2x plus 4. Buradan 0,2x plus 4 bərabərdir 0. Yerini dəyişdik. Yəni, bu formaya gətirdim ki, rahat olsun sizin üçün. 0,2x bərabərdir -4-ə. X bərabərdir -4-ü bölürəm 10-da 2-yə. Yəni, x bərabərdir -4-ü vururam 2-də 10-a. Düzdürmü? Məlum məsələdə -5 eləyəcək. Deməli, -20 eləyəcək. Bu bizə 5 verir. -20. X -20. Düzdürmü? Y deməli tapmalıyıq. Y tapmaq üçün x-a 0 verməliyəm. Y bərabərdir 0,2 vur 0 plus 4. Hə, y-imiz də müsbət 4. Deməli, bizim x-y cütümüz olacaq -20 müsbət 4.
Yəni x, y. X-ım, y-im. -20, -20 və müsbət 4 olsun bura 4. Vəssalam. Bizim qrafikimiz bu formada olacaq. Sonra dördüncü sual. Deməli 4-də y bərabərdir 2-də 1x minus 4. Bunu da grafikini tapmaq üçün y-ə 0 desəm 0 bərabərdir 2-də 1x minus 4. 2-də 1x bərabərdir 4. X bərabərdir 4 bölünsün 2-də 1. Yəni 4 vurulsun 1-də 2. Bu da edər 8. X-i tapdım 8. Y-i tapmaq istəyirəmsə x-a 0 verməliyəm. Yəni y bərabərdir 2-də 1 vur 0 minus 4. Buradan y-i də tapıram -4. Bizim cüt hazır oldu. Deməli 8 -4. Düzdürmü? Çəkirik koordinat sistemini. X-ım müsbət 8. Y-im -4. Deməli bizim funksiyamız baxın bu formadadır. Vəssalam. Uşaqlar, ümid edirəm ki, artıq 5, 6, 7, 8-i yəni bu qayda ilə həll edə bilərsiniz, düzdürmü? Yəni burada o dərəcədə çətin deyil, fikirləşirəm ki, yenə də burada da x-a qiymət verir, y-i tapırsınız, y-ə qiymət verir, x-i tapırsınız. Eyni qayda ilə yazacaqsınız. Baxın, bunları özünüz həll edərsiniz. Sonra 4-də nə deyir? Y bərabərdir 2x minus 1 funksiyasında deyir, olduqda y-in uyğun qiymətini tapın. X-in yerinə qiymətləri yazıb y-i tapırıq. Burada da yenə x-in qiymətini yazıb y-i tapırıq. Birinci nə verib? X 1 olanda təbii ki, y nə olacaq? 1. Çünki 2 vur 1 çıx 1, y olacaq 1. Yəni bu qayda ilə yaza bilərik. Digərində və yaxud misal üçün x 3,2 olsa nə baş verər? Onda nə olacaq? Y bərabərdir 2 vur 3,2 çıx 1. Y bərabərdir 4,6 çıx 1. Y bərabərdir, bu da neçə edəcək? 3,4. Düzdürmü? Sonra demək 3,6. Sonra demək x 4 olsa nə baş verəcək? Y bərabərdir 2 vur 4 minus 1. Y bərabərdir 7. Yəni bu formata yaza bilərsiniz. Sonra yenə eynilə burada da eyni qaydadır. Y-in qiymətini burada yazırıq. X-i tapırıq. Deməli burada 5-də y bərabərdir 3x minus 4 deyir. Y 8 olsa deyir x-i tap. 8 bərabərdir 3x minus 4. 3x bərabərdir 4-ü digər tərəfə atıram. Müsbət 4 plus 8 olur da, yəni 12. Buradan x-i 4 tapıram. Yəni bu qaydada yaza bilərsiniz. Sonra yenə verilmiş xətti funksiyanın qrafikini deyir qurun. Yenə bayaqçı qaydada. Bayaqçı qayda ilə necə tapırdıq? Y bərabərdir -3x plus 6, düzdürmü? Y-ə 0 deyəcəm, x-i tapacam. 0 bərabərdir -3x plus 6. -3x və yaxud fərq etməz, 3x, -3x-i bu uzatsam, 3x bərabərdir 6, x bərabərdir 2. Y-ə 0 dedim, x oldu 2. Bizə bunlar lazım olacaq. Sonra x-a 0 deyib, y-ə tapmalıyıq. X-a 0 desəm, y bərabərdir -3 vur 0 plus 6, y bərabərdir 6 vəssalam. Bizim qrafikimizin deməli cüt necə oldu? X-i cüt oldu 2, 6 nöqtəsi. Dekart koordinat sisteminə baxsaq, 2x-dir, 2, 6 da y-dir, elə deyil. Bizim qrafikimiz bu formada olacaq. 7-yə baxaq. 7-də nə deyir? A nöqtəsini verib. 7-in 1-i. A nöqtəsi 4, 2-dir deyir. Bu grafikin üzərindədirsə, m-i tap. Y bərabərdir 2x plus m. Üzərindədir deyirsə, x ilə y-in qiymətini apar yaz yerinə vəssalam.
Y-in qiyməti nədir? 2 bərabərdir. 2 vur 4 plus m. 2 bərabərdir. Deməli 8 plus m. Buradan m nəyə bərabərdir? 8 digər tərəfə keçəcək. Mənfi 8 plus 2 olur. M bərabərdir. Mənfi 6. Digərdə həmçinin ikinci sualda da həmçinin elə A nöqtəsi verib 6, 3. Düzdürmü? Və bu ifadədə bizdən verib y bərabərdir mx plus 4. Deyir funksiyanın üzərindəsə m-i tap. Yenə nə edəcəyik? X-in qiyməti, y-in qiyməti. 3 bərabərdir m vur 6 plus 4. 3 bərabərdir 6m plus 4. Deməli 3 çıx 4 bərabərdir 6m. Mənfi 1 bərabərdir 6m. 6m mənfi 1 imiş. M mənfi 6-da 1 imiş. Vəssalam. Bu qaydada yazmaq olar. Digərlərinə baxa bilərsiniz. Burada baxın, yəni belə bir problem yaradan sual yoxdur. Yəni yaza bilərsiniz. 8. Yenə də problem yaranarsa, qeyd eləyərsiniz şərh bölməsində. İzahını verirəm. Sizdə zəhmət olmasa abunə olub videonu bəyənməyi də unutmayın. Videoların inşallah davamı yenə də gələcək. Deyir hansı funksiya artandır? Hansı funksiya bizdə deyir artandır? Belə qeyd edək də, k böyük 0 olsa artacaq. K kiçik 0 olsa azalar. Yəni xətti funksiyada kx plus b. Bu vəziyyətdə. Yəni müsbət, k-sı müsbət. Yəni x-in əmsallarında hansı böyükdür, müsbət olsa əmsallarında. Onlar artacaq. Bizə nə lazımdır? Artanlar. Bax birinci. K nədir burada? 2 artır. Burada k nədir? Mənfi 3 azalır. Olmaz. Burada ümumiyyətcə burada heç k yoxdur. Burada azalır. Deməli bu y bərabərdir x bölü 3 çıx 4 bölü 3 deyil. Bu 3-də 1 x-dir da, hə? Deməli yox, bu da olacaq. Bax artır. Artır. Bu heç məlum deyil. Bu azalır. Sonra bu azalır. Bu artır. Deməli artanlar hansı olacaq? 1 artandır. Sonra deməli 4 artandır. Sonra 8 artandır. Bir də bax 9 artandır. Çünki y bərabərdir. X deyil. Əmsalı var axı bunun. 1. Burada k1 deyilmi? Vəssalam. Deməli 9 da artan olacaq. Sonra bu dəfə azalanlar soruşur. Düzdürmü? Bizə azalan lazımdır. Burada bax k nədir burada? Mənfi 2. Deməli 1 azalandı olar. Sonra baxın k burada mənfi 3-dür. Görürsən x-in əmsalı nədir? Yerin dəyişik yazıb da. 2 azalandı. Bu yox, artandı bu. Görürsən x-in əmsalı müsbət 5-dir. Bu artandı olmaz. Bizə azalan lazımdır. Azalandı. Sonra bu artandı olmaz. 6. Sonra 8 azalandı. 9 azalandı. 10 artandı. Çünki 3x y bərabərdir 3x plus 5-dir də. Burada k müsbətdir axı. Bu artandı. Bu belə. Sonra bizdən onda nəyi soruşur? Deyir ki, bu funksiyada verilmişsə f-ləri tap da. Düzdürmü? Fx bərabərdir 2x plus 5. Qayda burada nədir uşaqlar? F tutalım 3-ü soruşur. X-in yerinə nəyi qoyub deməli? 3-ü qoyub da. Mən də o zaman f3-ü tapmaq üçün x-ların yerinə 3-ü yazmalıyam. Yəni f3-ü artıq birbaşa tapırıq 11. Bu qayda. Tutalım bizdən indi hansını verib? F2-ni verib. Biz funksiyanı qeyd edirik. 2x plus 5 və
f2'ni bizden soruşur. Bu zaman f2 neye beraber olacak? Artık görürsən x'in yerine 2'ni yazdım. 2 vur 2 plus 5. Yani f2 sən demə 9 imiş. Bu qayda ilə yaza bilərik. Sonra f-1. F x 2x plus 5 və f-1'i soruşur. F-1 bərabərdir 2 vur -1 plus 5. F-1 nəyə bərabər olacaq? -2 plus 5. F-1 bərabər imiş müsbət 3'ə. Bu belə. Sonra digərinə baxırıq. Burada biraz problem yarada bilən sual. Deməli 2 tam 3'də 1. Baxın bu. Buna baxaq. F x bərabərdir 2x plus 5. Bizdən f -2 tam dövrdü 3'ü soruşur da. Belə deyil. Hə. Bu -2 tam 9 3 değil. -2 tam 3'də 1 değil mi bu? O zaman yazmalıyam. F -2 tam 3'də 1 bərabərdir 2 vur -2 tam 3'də 1 plus 5. F -3'də 7 bərabərdir. Deməli, burada nə olacaq? 3'də -3'də 4 plus 5. Elə değil mi? Bu 5'i 15 böl 3 yazsam, onda mən f -3'də 7 bərabərdir. -3'də 4 üstəcə 3'də 15. Yəni bu biraz asanlaşdırma yolu da, belə deyək. Yəni məxrəcə uyğun ədəd yazdım. Yəni 15'i 3'ə böləndə də 5'i verir axı mənə. Daha da işimiz rahatlaşsın da, belə deyək. Artıq bunu hesablaya bilərik. Yəni bizim bu qiymətimiz nəyə bərabər olacaq? Müsbət 3'də 11'ə. Sonra burada 11'də bizdən nə soruşur? Verilən nöqtələrin də deyir hansı y bərabər x minus 2 xətti funksiyasının, deməli funksiyasının qrafikinə aiddir. Yəni x-dən y-in qiyməti ödənməlidir də, belə deyək. Yəni x minus 2'ni biz hesablayanda y-ə bərabər olmalıdır. Qiymətləri yerinə yazacağıq. Yəni 11 A nöqtəsini verib 0 -2. Funksiyada bizdə y bərabər x minus 2. Görək həqiqətən mən bu x-in qiymətidir, bu y-in qiymətidir də. Gətirib y-in qiyməti -2 bərabər x minus 2 yazsam, x burada nə verməlidir bizə? Normalda qanuni şəkildə x bizə 0 verməlidir. Görək verəcəkmi? Olacaq nə? X minus 2 bərabərdir -2, düzdür? X bərabərdir -2 plus 2, bəli. X 0'ı ödədi. Deməli, birinci şərt tamamilə doğrudur. Sonra ikinci şərti yoxlayaq. B nöqtəsini verib 3, 7. X-in y-in qiymətidir. Funksiyada bizdə y bərabərdir x minus 2'dir. Bu dəfə x-in qiymətini yazaq. Y bərabərdir 3 çıx 2. Aha, y neçə oldu? 1. Amma biz x-a 3 deyəndə y-i 7 almalı idik. Ala bilmədiksə, deməli səhvdir. Eyni qayda ilə baxın, 12'ni, 13'ü yaza bilərsiniz. X, y-in qiymətlərini yerini yazıb tapa bilərsiniz. Sonra 14'də görə bizdən nə soruşur? Deyir ki, aşağıda verilmiş hər bir funksiyanın uyğun olaraq OX oxu ilə kəsişmə nöqtəsinin koordinatını tapın. Baxın, OX oxunun oxu ilə kəsmə nöqtəsinin koordinatını soruşur, düzdür? Yəni OX-dan söhbət getsə y ordinatı 0 götürürsən. OY desə x-i 0 götürəcəksən. Elə bil ki, y gördün x yaz, x-i gördün y yaz. Biraz fərqli dedim bunu. Deməli, bizə lazım olan nədir? Yəni 14'də
OX oxu dediyi üçün mən harda y görəcəm, 0 yazacağam, x-i tapacağam. Yəni buna uyğun qayda y bərabərdir. Birincidə 2x plus 4 deyilmi? Y-ə 0 deyirəm. 2x plus 4 mənfi 4 bərabərdir 2x. Buradan x tapıram. Mənfi 2. Vəssalam. Bu qayda ilə yazacaqsınız. Misal üçün götürək buradan 8-ə bir dənə baxaq. Görək. Bu necədir? Y bərabərdir. X bölü 5 minus 4. Dedi 0 verməliyik. Düzdürmü? Y-ə 0 deməliyik. Nəyə görə? O x oxu ilə kəsilmə nöqtəsindən söhbət gedir. 0 bərabərdir. 5-də x çıx 4. 4 digər tərəfə keçdi. X bölü 5. Yəni buradan x necə olacaq? Bu cür ifadələr görəndə uşaqlar. Məxrəcə vur. X deməli 20 imiş. Həqiqətən x-in yerinə 20 yazsam, 20-ni 5-ə böləndə 4 alıram da. Bu qayda ilə yaza bilərsiniz. 15-ə baxaq. 15-də isə o y oxu ilə deyirsə, deməli x-a 0 verəcəksən. Vəssalam. Y bərabərdir 3 minus 2x. Y bərabərdir 3 minus 2 vur 0. Deməli y neçə imiş? 3 imiş. Sonra misal üçün 7-yə baxaq. 7-də nə deyir? Y bərabərdir 19 çıx 3x bölü 2. Və o y oxuna söhbət getdiyi üçün x-a mən 0 deyirəm. Y bərabərdir 19 çıxılsın 3 vurulsun 0 bölü 2. Burada y bərabərdir. Bu 0-a gedir 19 bölü 2. Bu da eləyir neçə? 9,5 eləyir də. Y tapdın. Sonra 16. Yəni sadə tipli sualdır. 16-da nə deyir? Qrafikləri qur. Düzdürmü? 16. Y bərabərdir 2 düz xəttli olacaq da bu. Bax. Bizə yalnız y-in qiyməti deyil. Y bura 2. Vəssalam. Bu y2. Sonra bax misal üçün bu. 8-də nədir? X2. Düzdür? X-də 2 nöqtəsini götürürəm. Vəssalam bax bu. Görürsünüzmü? Sonra y-də mənfi 2-də 1. Yəni mənfi 0,5. Bura. Bu y mənfi 0,5. Y bərabərdir mənfi 0,5. Sonra misal üçün 7-də nədir? 5,3. Y 5,3. Tutalım bura. 5,3. Deməli belə bir xəttdir. Yəni bu qaydada yaza bilərik. Sonra funksiyanın təyin oblastını tap. 17. Birincidə y bərabərdir 2x minus 4. Bu funksiyanın təyin oblastı. Uşaqlar, burada x daxil olacaq. Bütün istənilən qiymətdə mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Sonra 2-də bizdən soruşur. Y bərabərdir x kvadrat plus 4. Eyni ilə burada da. X kvadrat plus 4. Kvadratik funksiyadır. Yenə mənfi sonsuzluq, müsbət sonsuzluq təyin oblastı. Sonra bu tiplilərdə biraz ehtiyatlı olun. 3-də nə deyir? Y bərabərdir. 3 surətdədir. 2x plus 10. 2x plus 10. Məxrəc burada 0 olmalıdır. Yəni 2x plus 10 fərqlidir 0. 2x fərqlidir mənfi 10-dan, x fərqlidir mənfi 5-dən. Yəni 5-dən fərqli istənilən qiymət mənfi sonsuzluq. Bu nə idi? Mənfi sonsuzluq mənfi 5. 5 müsbət sonsuzluq. Vəssalam. Sonra baxın modulda da eyni ilə müsbət sonsuzluq, mənfi sonsuzluq, müsbət sonsuzluq. Bu ifadədə məxrəc 0-dan fərqli olmalıdır. Məxrəci 0-dan fərqli götürsəm nə olacaq? X fərqli olacaq 1. Düzdürmü? X 1-dən fərqlidir. Yəni mənfi sonsuzluq 1. 1 müsbət sonsuzluq. Təyin oblastı olacaq. Sonra burada məxrəc fərqlidir 0-dan. Və x fərqlidir müsbət mənfi 5. Burada mənfi müsbət 5. Bunun təyin oblastı uşaqlar.
mənfi sonsuzluq, mənfi 5, mənfi 5, müsbət 5, bir də 5 müsbət sonsuzluq modul ifadədir. Sonra 7-də bu ifadə. Burada x plus 6 bu zaten hər zaman müsbət bir ifadədir. X plus 6. Bu da həmçinin mənfi sonsuzluq, müsbət sonsuzluq. Burada ehtiyac yoxdur. Məxrəc zaten sabit bir ədəddir. X plus 5. Bu yenə mənfi sonsuzluq, müsbət sonsuzluq qiymətini ala bilər. Sonra 18. Hər bir funksiyaya uyğun olaraq koordinat oxları ilə kəsmə nöqtəsinin koordinatlarını tapın. Bu qədər də çətin deyil. Uyğun olaraq koordinat oxları kəsmə nöqtəsinin koordinatlarını. Yəni OX oxu ilə OY oxu ilə. Bu nə deməkdir? Birincidə Y bərabərdir 5x plus 20. Tutalım ki, birincidə deyir OX oxu ilə, ikincidə deyir OY oxu ilə. Yəni Y-ə bunda 0 deyəcəm, bunda da X-a 0 deyəcəm. Bu ifadə nə olacaq? X-a, deməli, Y-ə 0 desəm 0 bərabərdir 5x plus 20. 5x bərabərdir mənfi 20. X bərabərdir mənfi 4. Mənfi 4. Y-ə 0 dedim. Y-ə 0 dedim. Bu ifadə mənfi 4 ödədir. Bu dəfə nə edirəm? 0-ı X-a deyirəm. Y bərabərdir 5 vur 0 plus 20. Y olacaq 20. Oldu 20. Yəni, bu qayda ilə yaza bilərik. Yəni, bu nöqtə bizə ödədi. X-in qiymətini tapmışam, mənfi 4. Düzdür? Bu oldu mənfi 4 0 nöqtəsi. Bu isə oldu 20. Deməli, üzr istəyirəm, 0 20 nöqtəsi. Görürsünüz, X-in qiyməti zaten məlumdur. Y-in qiyməti zaten məlumdur. Bu belə. Sonra ikinci sualda Y bərabərdir 4,2x plus 8,4. Yenə nə etməliyik? OX tutalım ki, soruşur. Yəni Y-ə 0 dedim. Yəni bizim artıq nöqtəmiz burası 0 olacaq. İndi X-i tapaq. 0 yazsam 0 bərabərdir 4,2x plus 8,4. Mənfi 8,4 bərabərdir 4,2x. Buradan 4,2x bərabərdir mənfi 8,4. Burada neçə qalır? 2 qalır da, düzdür? X bərabərdir mənfi 2. Mənfi 2. Sonra indi isə OY-ə tapıram. OY-də də nə edirdik? X-a 0 deyirdik. Bu zaman mən indi X-a 0 desəm, Y-i görüm neçə tapıram? Deməli, Y bərabər 4,2 vurulsun 0 plus 8,4. Y tapdıq 8,4. Bu da oldu 8,4. Vəssalam. Yəni, bu yuxarıda olan ifadə mənfi 2 0. Bu isə 0,8,4. Yəni, bu qayda ilə yaza bilərik. Misal üçün, bir 6-cıya baxım. Y bərabər 5x plus neçədir? 7-dir. 7. Yəni, qısa konkret. Y-ə bir dəfə 0 deyirsən, bu cütü tapırsan. Bir dəfə də X-a 0 deyirsən, bu cütü tapırsan. Konkret. Y-ə 0 desəm, 0 bərabər 5x plus 7. 5x mənfi 7-dir. X mənfi 7 böl 5-dir. Vəssalam. Deməli, mənfi 5-də 7. Bunu aldıq. Nəyə nəzərən idi bu? O X-a nəzərən idi. Bu nəyə nəzərəndir? O Y-ə. Çünki X-a 0 demişəm bax. Bəs X-a 0 desəm nə baş verəcək? Y bərabərdir 5 vur 0 üstəgəl 7. Y-də oldu 7. Deməli 0, 7. Bu qayda ilə yaza bilərik. Sonra sonuncu 19-a baxırıq. 19-da deyir ki, düsturla verilmiş funksiya düz mütənasiblikdirmi? Hə, düz mütənasib funksiya. Y bərabərdir kx. Düz mütənasib. Y bərabərdir. Deməli, Y yox. X bərabərdir. Y böl k.
Düzdürmü? Bu olacaq nə? Tərs mütənasib. Bu oldu tərs mütənasib. Ümumiyyətlə heç bu lazım deyil. Y bərabərdir k bölü x. Ümumiyyətcə bu lazımdır. Burada düz mütənasiblik əmsalı əsas k-dır. Əsas k önəmlidir. Bizə düz mütənasib olan lazımdır. Baxın, y bərabərdir 7x. Deməli, 7x. Bəli, y bərabərdir kx. Düz mütənasiblik şərtini ödəyirmi? Bəli, ödəyir. İkinci, y bərabərdir 7 bölü x. Xeyr, bu dedik nə idi? Tərs mütənasib. Y bərabərdir k bölü x. Görürsünüzmü? Bu tərsə aiddir. 2 olmaz. 3 deməli. 3-də nə deyir? Y bərabərdir mənfi 8-də 1x deməkdir da bu. Düzdürmü? Bəli, bu doğrudur. Burada düz mütənasiblik var. 3 doğrudur. Dördüncü. Ümumiyyətcə 4 səhvdir axı. Burada heç düz mütənasiblik yoxdur axı. Y bərabərdir k plus, deməli, x plus 4. Bu xətti funksiyadır. Bu xətti funksiyadır. 4 olmaz. 4 səhvdir. 5-də y bərabər mənfi 14x. Düzdürmü? Bu doğrudur. Sonra 6-da olmaz, kvadratikdir. Olmaz. 7, bəli, doğrudur. Sonra 8, bu da xətti funksiyadır. Olmaz. Sonra bu sabit bir funksiyadır. Olmaz. 10, bəli, tamamilə doğrudur. Deməli, burada doğru olanlar 1, 3, 5, sonra 7 və 10. Bunlar hamısı düz mütənasibdir. Belə, dəyərli şagirdlər, zəhmət olmazsa videonu bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Bu tapşırıqların davamı da inşallah gələcək. Sağlıqla qalın, görüşənədək.